Ciblərim, pullarım anı. Cibimdə, hay Allah, şükür. Ayda səhər olub da, o səhərini davam çöldədir ya. O deyən görün. Ayda belim tutum ağrıyıbdır. Səhərdən axşama kimi skameykada yatmaq olar ha. Ayda belim, ayağım, hər yerim ağrıyır. Ancaq dəmir daşımaqdan da hər yerim ağrıyır da yemənim. Baxdım da oxumaq lazımdır. Oxumaq lazımdır ki, indi bu vəziyyətləri düşməyəsən. Yeriyə də bilmirəm. Oyda zaman mən niyə burada yatdım ha? İçərdim məhlə etsin azada. Neyse de o gün axır ki gəldi. Düz 10 ildir mən ancaq pul yığıram ki özümə bir maşın alım. Maşın alım, onun içində qəşəng yatmayım. Özümə 99 alacağım. Hadi yolda ala qaz işıq yanacaq bir dəqiqə. Keçdi. Ayda bütün hər yerim ağrıyır. Gedim özümə maşın alım. Axır ki maşınıma satdım. Bax, hamının maşını var amma ben məsələn bu piyada gəzənlərin də maşınları yoxdur da. Amma mənim maşınım olacaq. Maşınım olacaq, mən onunla gəzəcəm. Gəzəcəm yəni içində yatsın da, karavan kimi bir şey olacaq da. Adama deyərlər ki, mənim də gülümcün deyil. O boyda milyoner, trilyoner qohumlarım var məni. Milyoner. Ancaq ildə ayda bir dəfə axtararlar da ki, yanıma gələrlər, 10 manat, 15 manat verərlər. Nə bilim də, yaxşı qohumlar deyəm. Belə baxsan da mənə nəsə eləyirlər də. Mənim də üzümdə yoxdur onlardan nəsə istəyim. Sənə lazım idi, bax, özümü batırdın, gül kimi evim var idi, eşim var idi. Səhv səndədir, hamısını batırdın, hamısını itirdin. Nəysə. Yoruldum, biraz burada dayanım. Yoruldum, Eday. Bir nəfər gəlmə, götürsək mən sana aparım. Ay qardaş, kimsə nə yaparsın? Kim kasıba lazım diye, kim? Ya da kasıba kim lazımdır? Kim kasıba lazımdır? Mən ağzımı daha şöyle ağzımdan dönürəm, neyse ki bir şey gerik da. Yavaş bir satırıq demək var. Deyən orada uyudu, ne kadar var hala orada. Neyse gedək yavaş. Şükür sattım. Bu ne da? Salih yazında. Hısa ne bunun? Sattım ben şükür sattım. Ay salam aleyküm kardeş. Bu maşınların qiymətini necə öyrənək? Aleyküm salam. Siz geçə bilmərsiniz burayı. Yəni nətər deyim, dilənçilər deyim. Dilənçilər keçənməz bura. Ay qardaş, dilənçinə də mədəniyyətin tərbiyyən olsun. Maşın almağa gəlmişəm bura. Nə olsun ki üstüm başım pisdir. Gəlmişəm maşın almağa da. Niyə belə eləyirsən ki? Çox üzülür sayın. Siz maşınların üstündə qiymətləri var. Siz baxın, razılaşarıq. Yaxşı baxıram. Düz deyil, üstüm başım nə gündədir. Təmiz paltarım da yoxdur ki, geyinim eləyim, nə gündə də dilənç deyəcək də. Baxıram. Oydunuz orada, bunu istəyirəm. Orxası yekə də özü. Bunu istəyirəm, neçədir bu? Oyda 44 milyon, məndə nə qədər pul var ha? Çıxış görüm pulu. 1, 2, nə qədərsə də pulum çatmır onsuz da. 32 milyon var idi deyəsən. Bir dəqiqə baxım ki, oyda bu nə qəşəydir. Bunu almaq 122 milyon, çox baha diyor bunlara. Bu nətərdir, 177 milyon. Çox qəşəng. 07 də yaxşıdır. Burada 07 də var. Amma belə içi biraz burada yatmaq çətin olacaqdı. Bagajda da yer çox yoxdur. 07 də yenə də. Bunun qiyməti neçədir ki? 30 bin. Pulum çatır. Oy, da mən bunu alacağım. Dəqiq mən bunu alacağım. Oy, da ikisi də özü genişdir. Amma pulum çatmırdı. 36 min də. Of, çox baha deyə bunları çox. Bu neçə oydu, bu da çox kişədir. Amma bunu alsaydım arxasına adiyamı döşəyimi atardım, yatardım. Çox yekədir bu. Niyə? Hələlik bizim pulumuz nəyə çatır? 07'yə çatır, 31.400'ə. Bunu görürsən 30 minə verər, deyən görüm. Görüm də. Ay qardaş, bu sən bu 07'ni 30 minə verərsən, mən 31.400'də. Görürsən də mənim də gündə, yəni güclə bəla ilə pul yığmışam. Yəni evim də yox, eşim də yox, yatacam onun içində də 30 minə ver də. Ay qardaş, buranın mən yiyəsi deyiləm. Yəni nə qiymətlisi oldu da, yəni indirim falan olmur bizdə. Yəni ki, alın. Yəni yaxşı maşındır, alın. Heç bir problemimiz yoxdur. Tipinə bax, tipsiz. Nəysə. Yaxşı, alıram, yaxşı. Bura mən yiyəsidir. Burada kim var səndən başqa? Yiyəsənə sən buranın. Tərbiyəsiz. Mənə deyir, boz daşmaya bax, istəyir dilənçi deyə mən. Dilənçi özünsən. İndi alıram da bax. Elə danışır, elə bil mən pulum zadım yoxdur. Pulum var mənim, görərsən. Bax alıram indi, alıram. Pulum
pulum, ayda 400 manat pulum qalacaq. Mən demək istəyir ki, sənin pulun yoxdur da, indiniz zad olunmur sənə. Mən buralarda dəmir yıqanda, burada danışırdılar. Varı bir dənə adam qalsın həyatda. Deyəsən hansısa maşın var, deyir ki, hə, bu qiymət olar, bu qiymət olar. Mən indi endirim eləmir. Neyse, alıram, nəsə day. Ama diyan, mən yenə də bunu almayayım. Bir orasına baxım da. O diyan, ay ciddi o bir kişi. Ay diyan, o başqası şeydir. Bununla danışım diyan. Bununla danışım, bəlkə bu endirim eləyər mənə. Salam, necəsiniz, salam. Salam. Siz burada ne inirsiniz? Bura girmək olmaz. Dilənçilərə burada yeri yoxdur. Çıxın zəhmət olmasa. Mən burada bayaqdan varım. Mən buradayım bayaqdan. Maşın almaq istəyirəm məni. Pulu ödədim ona, amma mənim maşınımı vermədi. Pulu ödəmişdim həmin çox qaqaşa. Vermədi o mənim pulumu. Maşınımı vermə. Hardadır maşınım? Mən sizin maşınınızı deyəsən çıxan. Sizin 07 idi deyəsən, hə? Hə, 07 idi. Hardadır? Bir daha baxım görüm. Burada da yoxdur axı. Ama maşına da minirəm sürmək olmur. Yəni açarı zaten heç bir şey yoxdur üstündə. Mən pul ödədim, siz məni aldatmaq istəyirsiniz. Görmürsünüz mənim videom fasonu. Mən niyə aldadırsınız axı? Estağfurullah, aldatmaq nədir? Sadəcə inanmıyorum sizin maşınımız olduğunuza. Orada 07 var idi o bir tərəfdə, ondan alın. Mənə baxın da danışayım da, adam deyiləm, orada kim var? Mən biraz başımda problem var. Görürəm, başımda problem var. Dənim bir kəs. Yox, elə problem yox. Yəni başımı söndürə bilmirəm. Neyse. Dedi buradadır. Buradadır 07. Buradadır. O qabağı vuruqdaq bunun. Buna bu qabağı eritiyir. Buradan maşın almaq lazım deyil. Bu nədir? Bu qabağını vurub gətirdilər. Amma yenə də maşınım var. Oydu, arkasına oturum görüm. Yani pulu ödedim da ona. Yadımdan çıktı. Ben evvelden pulu vermiştim. O arkasında ne geçeydi. O yat burada. İstediğin kadar yat. Oydu. Açar zaten yakın üstündedir. Yakın bakım görüm. Burada. Süper. Çok geçey. Oydu. Sürüm maşınımı. Şükür. Çok geçeydi. Bununla gezdim. Ben taksi falan. Allah. Maşını vuracağım bir dakika. Ehtiyatlı ol. Oydu. Bu karıştı. Gördülər bizlərini. Deyəm mən arxadan keçim. Oradan ceyib keçərəm. Nə yaxşı. Axır ki özümə bir maşın aldım. 10 ildir küçələrdə yatıram ki maşını alım. Amma ciddidir də. Yəni bunu qara rəng zad eləyirsən. Qara rəng eləməyi çox belə səni. Sən elə bunu daha yaxşısına ev zada alsan özünə, sonra bunu qara rəng eləyərsən. Evdir problem. Əsas maşınım var da. Yatarsan içində karavan kimi istifadə eləyərsən. İndi mənim 600 manat deyəsən pulum qaldı da, hə? 600 manatı cəmi qarnım biraz doyuzdurum. Yəni 50 manatınızı nəsə yeyim də. Bayram keçirdim özümə. Dönərdən zaddan yeyim, bayram keçirdim özümə. Sonra neyim? Sonra da cəmaat ya vurmuşdum ha. Gedin də tez keçin də biraz da. Bu nədir axı? Ola burada qəza olub deyə burada. Deyən yan tərəfdən sakitcə keçin. Mənim maşım etsin olmasın. Çox qəşəng deyib. Nə mahnı qoşum buradan. Yok koşma pis mahnılardı. Neyse uyuydu. Eve bak. Of ne bir şeydi ha bu. Uyuydu. O diyen küçük yoldasın. Çok köşenceydi ya bu. Çok köşenceydi. Neyse milyardlarla kıymeti var Allah bilir. Polis var diyen. Qabaqda polis var gördüm qabaqdan. Ya mən işıqlarla falan, piyada keçində falan hamısını gözləyim. Cərimə yazmasın mənə. Maşınım falan birdən aparar. Deyən polis deyən saxla burada deyən. Yaşıldır. Mən heç keçə bilərəm. Mən düz gedəcəm. Düz gedəcəm. Mən ancaq düz gedəcəm. Düz gedirəm taksi işləmək. Deyən taksi yerdə buradadır. Daxil olun, qoşulun bunların bu şirkətinə taksimi işləyim qəşək. Oyda bir saatdir gözləyirəm, iş vermədi. Aha gəldi, sür. İş gəldi, qəşək. Bir saatdir gözləyirəm, daxil oldum onların o şirkətinə, bir saatdir iş gözləyirəm ha. Axır gəldi, kimsə gəldi, pulumu gətirin. Qəşək gəldi deyən görüm. Yaşı ışıq, bu tərəfə. Deyən, ehtiyatlı, qəşək. Dönüm hardadır, orada deyəsən.
Sen müşterim götürüm, har istəyir orada aparacam. Əsas 07'm vardı məndə. Üstünə bir dənə taksi qoyaram belə. Gəzərəm orada burada. Uydu çox palçıqlıdır amma. Qabağını da vurub verməsəydilər, Allah bir çıxardan da vurubdular. Mən orada maşınla baxanda, yəqin pakovkadan birini çıxarıb veribdilər. Ben baxaq dedim, yaşıldı, qırmızıdır. Bu nədir belə işıq burada işləmir. Deyən görüm dönürəm mən buradan. Deyən, ehtiyatlı, keç. Maşınımı sənin üzündən vurmaq istəmirəm. Keç görək, aha bir de orada deyəsən. Bir de adamı gördüm, əl sallıyım, oradadır. Gedim mən yavaş götürüm onu. Pulumu da qazanım da, görün nə qədər verəcək. Bilmirəm, burada telefonum yox deyə baxamıram. Hardan nə qədər verəcək, hara aparacam eləyəcəm, özündən soruşaram da. Deyəm, bunu keçim, ötüm mən deyəm. Bu da ötümün vurub eləyərəm birdən. Xamam mən biraz da, yaxşı ki o vaxt öyrənmişdim. O 2 nəfərdilər, deyəm, saxlayayım. Gəl qardaş, gəl, mən sənin üçün qapını açaram. Buyurun, hanım sinə qabaqda oturuşlarda da baxın. Nəysə, qapını bağlayın, zəhmət olmasın. Salam aleyküm qardaş. Hara gedirik, hara? Orada şkartı da vardı, oradan bakın. Bozar mı üstüne? Ayağında kız var, lotulanma burada. Lotulanma mənim üçün. Boz ne danışdın? Üzünə deyə bilsəm deyərəm. Nəsə. Ne diyorsunuz? Heç nə qardaş, gedirəm. Kartada, gördüm kartada. Bunu da şükürmanı bak, deyirəm hara gedirik, deyil. Yanında kız var diye de heç nə demirəm. Nəsə, qız olması qoyurdum bir naş orada. Bunu da əsəbini cəmatı tökməyim də, nəsə. Bir də oraya getmək istəyirlər. Nəsə, aparım bunlara gedəcəyi yerə. Bunu da götürüm. Söhbət eləməli adamlar deyirlər. Bir yaxşı adam olsaydı söhbət deyirəm. Deyən, ehtiyatlı. Aparım bunları yerlərinə. Çox uzaqdadır. 300 metri var da. Çox uzaq deyil, 300 metri var. Deyən, görün burada düşürlər. Harada düşürlər? Hardan dönəcəm? Bir də orada. Deyən, xəritədə yaxşı işarətləyiblər. Hadi kırmızı keçsin, cəlmə verəcək, deyəm, buradan keçmə. Sizin parkda gəzən vaxtınız nəsil. Buyurun qardaş, gəldik. Sağ olun. Çox sağ ol. Təşəkkür edirəm. 1400 verdi. Dönüm mən çıxım ki, 1400 manat verdi. Süper. Uydu, gedim başqa işlər də işləyim mən. Sağ ol dedə gələndə. Neyse, işimdə işlərim də gec oldu. Neyse, vurarsan burada adamı, neyse. Sonra cərimə zatı yazılar, polis düz yanımdadır, bir de oradadır. Neyse, mən işimi görüm. Ne iş görəsən, yuxum da töküldü. Səhərdən mən ancaq şişdirəm. 2700 də pulum oldu, çox qəşək. Deyəm, hara qapısızlar xanım, işıq espitavara var. Allah, bunlar ne işləmədi? Gəldi bir şey. Mən keçim qarajların yanınıza da, maşınım park eləyim, belə küçəlikdə olmaz, vurarlar, eləyərlər. Şükürlər eləyərlər ki, sonra burada niyə saxlayırsan da? Mən gedim, saxlayın qarajların içində yatım, çox yuxum gəldi, saat Allah bilir neçədir. Özümə bir telefon alacam, oradan hər istədiyim şey eləyim, hər istədiyim. Telefon nə yaxşı şeydə, telefon olmasa adam qutarı. Qırmızıdır hələ ki, onu qabağa versəm yaxşı olardı. Dəqiqə, hələ ki qırmızıdır, yaşlı olanda gedəcək. Gedək bir dənə. Yaşıl oldu. Oldu. Neyse, sürək. Dönək buradan. Yuxum nə töküldü. Çox yuxum gəlir. Gedim, bir də burada şu qarajların yanında. Şəhəri əzbərə biləm şəhəriyi. Saxlayın bu qarajların yanında. Bunlar hara qaçırlar, hara tələssə. Deyəm, dönəcəm buradan. Dönün bu qarajların yanında saxlayım, yatım qəşək. Yuxumu alım, səhər təzdən gedərəm, işimi görərəm. Yaxşı ki maşınım var. Neyse, söndürək maşınımızı. Söndür maşını. Tezden kodlandı bu. Söndürdük. Geçək. Bağla buranda kilitləyək bir dənə. Yox, hələ kilitləməyək. Əlimlə kilitləyərəm. Buranın kilitlə. Sonra kilitlə oranda. Bir də qabağı əlin tadı çatdı. Kilitlə. Neyse, başımı atım, yatmayayım mən burada. Pekala, çıkabilirsiniz ailem. Buyurun, özgürsünüz. O niye ya? Sizleri içeride tuttuğum için kusura bakmayın. Buyur. Çık Venom, çık. Yani biliyorsunuz, durumları size anlatmıştım. Onza, çıkmayacak mısın? Niye o kadar sinirli bakıyorsun? Nasıl bakmamı istiyorsun Terminator? Nasıl bakayım? Resmen bizi içeride tuttun haksız yere.
Resmen bizim hayatımızı çaldın. Ve bizden kuru bir özür bile dilemedin. Hani ya? Özür mü dilemedim? Ne için özür dileyeceğim kızım? Allah Allah. Siz her türlü bu muameleyi hak ettiniz yani. Şüpheli konuma düşürdünüz kendinizi. Benlik bir şey yok ki. Şuna bak Terminator. Hala kibir ve ego yapıyorsun. Ve hatalarını kabul etmiyorsun. Sen